Dünən Misirdə Şarm el-Şeyxdə baş verənlər yaxın şərq diplomasiyasında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. ABŞ prezidenti Donald Trump, Misir lideri Əbdülfəttah əs-Sisi, eləcə də Qətər və Türkiyənin yüksək səviyyəli nümayəndələri Qəzzada atəşkəsə dair tarixi razılaşmayı imza atdılar. Zalda hökm sürən ab-hava həm gərgin, həm də ehtiyatlı bir nikbinliklə dolu idi. Sənədin imzalanması ilə bölgədə uzun müddət davam edən hərbi əməliyyatlar dayandırıldı. Razılaşmaya əsasən, Həmas bütün sağ qalan İsrailli girovları azad etdi. Qarşılığında isə İsrail 2000-ə yaxın Fələstinli məhbusu sərbəst buraxdı. İsrailin baş naziri Netanyahu mərasimdə iştirak etmədi, lakin bu fakt prosesi kölgədə qoymadı. Trump bunu müharibənin sonu kimi qiymətləndirdi. Əs-Sisi isə razılaşmanı sülhə doğru son real fürsət adlandırdı. Bu razılaşma uzun illərdir təkrarlanan və çox zaman nəticəsiz qalan sülh təşəbbüsləri fonunda fərqli bir hadisə kimi qəbul edilir. Şarm el-Şeyxdəki görüş qələbə nümayişindən çox yorğunluq və sülhə olan dərin ehtiyacın ifadəsi idi.